Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının qızı, Milli Məclisin deputatı Günay Ağamalıya məxsus Buta Körpələr Evi Uşaq Bağçasının qanuni təmsilçisi dəyişib. Bölgə TV İqtisadiyyat azı istinadən xəbər verir ki, Nigar Azər qızı Həsənova Uşaq Bağçasına qanuni təmsilçisi təyin olunub. O, bu vəzifədə Günay Ağamalını əvəzləyib. Qeyd edək ki, Buta 2011-ci ildə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 20 manat nizamnamə kapitali ilə qeydiyyata alınıb və hazırda passiv vergi ödəyicisidir. Hüquqi ünvanı paytaxtın Nəsimi rayonu 999-cu məhəllə Akademik Həsən Əliyev küçəsi ev 12D-də yerləşir. 2022-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Nəsimi rayonu 999-cu məhəllə Akademik Həsən Əliyev küçəsi 12D ünvanında yerləşəcək. Ümumi sahəsi 617.24 kvadrat metr olan obyektin tikintisi üçün Günay Ağamalıya icazə verib. Bu ötən ilin sentyabrında məlumat yayaraq bağça üçün paytaxtın Həsən Əliyev küçəsində yeni bina tikildiyini, zirzəmi və birinci mərtəbəsinin artıq inşa edildiyini açıqlayıb. Qeyd edilib ki, 4.5 sotun içərisində mövcud olan qeyri-yaşayış sahəsinin bütün sənədləri hazırdır. Rəna Rövşən qızı, Bölgə TV.